Salam, xoş gördük yenidən sizləri. Bugünkü dərsimizdə meyvə adlarından bəhs etmişik. Bu sözlərin həm yazılışı, həm deyilişi, həm tərcüməsi videoya baxdıqda əldə edə bilərsiniz. Sözlərin yazılışı ekrana qeyd olunub. Tərcüməsi və tələffüz qaydası isə videoya baxdıqda oradan əldə edə bilərsiniz. Hər birinizə uğurlar arzulayıram. Fruit, meyvə. Apple, alma. Cherry, albalı, gilas, gilanar. Apricot, ərik. Plum, gavalı. Pear, armud. Orange, portağal. Lemon, limon. Strawberry, çiyələk. Peach, şaftalı. Pomegranate, nar. Grape, üzüm. Blackberry, moruq. Bu sözlərin hər birini diqqətlə qulaq asmağı tövsiyə edirəm. Video bəyənməyi, paylaşmağı da unutmayasınız. Kanala abunə olmağı da xahiş edirik. Hər birinizə uğurlar arzulayıram.